Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan xalqını təbrik edib. Global Info az məlumat verir ki, o bu haqda X hesabında paylaşım edib. Nikol Paşinyan paylaşımda əlavə edib. Azərbaycan Respublikasını və xalqını Qurban Bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram. Avstriyanın paytaxtı Viyanada Azərbaycan və Ermənistan müxalifət partiyalarının görüşü keçirilib. Azərbaycan tərəfindən görüşdə Müsavat Partiyasının məclis sədri Arif Hacılı və Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev iştirak edib. Ermənistanı isə İşğal Ermənistan Partiyasının sədri Edmond Marukyan və hakim Vətəndaş Müqaviləsi Partiyasının üzvü Ermənistan parlamentinin deputatı Arusya Yolakyan təmsil edib. Görüşü Avstriya Milli Müdafiə Akademiyasında International Center for European Union Research-ın Avropa Birliyi Beynəlxalq Araşdırmalar Mərkəzi təşkilatçılığı ilə keçirilib. Məlumat verdiyimiz kimi 17 və 18 yaşları olan Ermənistan sakini 2 yeniyetmənin yolu azaraq sərhədin Azərbaycan tərəfinə keçdiyinə dair xəbər yayılıb. Zəngər vilayətinin yeniyetmələrin yaşadığı Aravos içmasının keçmiş meri Arqam Havsepyan onların dünən itkin düşdüyünü deyib. Ərazidə bəzi otlaqlar Azərbaycan mövqelərindən cəmi bir neçə metr məsafədə yerləşir. Yeniyetmələrin həmin otaqlardakı atların arxasında getdiyi güman edilir. Gecə qaranlıq olduğu üçün də yolu itiriblər, Havsepyan bildirib. Licmanın hazırki rəhbəri Artur Çangiryan isə onların bir ailənin üzvlü olmadığını, sərhədə yaxın ərazidə yaşadıqlarını əlavə edib.